21 bal mənə 1 il qazandırdı. 1 bal üçün belə ikinci imtahana hazırlaşmağa dəyər. Mən 120 bal bir aya artırmışdı. Hər kəsə salam, videoma xoş gəlmisiniz. Mən Cəhanə, rezident həkiməm. Tibb Universitetini yaxın bir zamanda bitirmişəm. Hal-hazırda da Türkiyədə xarici rotasiyadayam. Əslində uzun müddət idi ki, YouTube kanallaşmaq fikrim var idi, amma bugünə qismət imiş. Bu günləri yoldaşımla bir yerdəyəm. O da həkimdir, o da Tibb Universitetini bitirib. Yaxın günlərdə qəbul imtahanları olub bildiyim qədərilə. Düşündük ki, imtahanlar haqqında olan təcrübələrimizi sizlə bölüşsək, sizin üçün də faydalı olar, həm də bizim üçün bir növ keçmişə səyahət olmuş olar. Əslində tam keçmiş də sayılmaz, çünki hələ də imtahanlar veririk dayanmadan. Belə, indi gedək bir yerdə oturmaq yer tapaq, başlayaq videomuza. Videonu bu şəkildə çəkməyə planlaşdırmışıq ki, yoldaşım mənə bəzi suallar verəcək, hansı ki bir abituriyentin gözündən. Mən də o sualları öz təcrübələrimə əsaslanıb cavablandıracağam, belə deyək. Yoldaşım da öz əlavələri olsa bizə qoşular. Deməli, birinci sualı eşidək. İkinci imtahanda nə qədər bal artıra bilərəm? Birinci imtahanda istədiyim balı yığa bilmərəm. Əvvəla onu deyim ki, birinci imtahandan heç kim istədiyi balı yığmıyor. İnanın ki, 400 bal yığan dostlar xaricində heç kim balına razı deyil. Mən buna əminliklə belə bu cavabı verə bilərəm. Çünki yəni hər kəs bilir ki, daha yüksək mümkündür. Hamının diqqətsizlik səhvləri var. Əslində bu realdır da, hamımız üçün daha yüksək mümkündür. O ki qaldı nə qədər artıra bilərəm? 1 bal üçün belə ikinci imtahana hazırlaşmağa dəyər. Bunu niyə dediyimi indi sizə izah edəcəm öz təcrübəmdən. Mən 2018-ci ildə qəbul olmuşam 624 balla. Deməli bizdə qəbul imtahanı 2 dəfə olurdu və hərəsi 700 bal. Mən birinci qəbul imtahanından 603 bal yığmışdım. İkinci qəbul imtahanında cəmi 21 bal artıra bilmişdim və 624 bal oldu mənim yekun balım. Yəni Tibb Universitetinə 624 balla qəbul olmuşam. Və siz təsəvvürünüzə gətirin ki, həmin il Tibb Universitetinin keçid balı 609 bal olmuşdu. İndi bir düşünün, əgər mən o 21 balı artırmamış olsaydım, mənim üçün ən azından həmin il üçün olsa belə, yəni biraz fərqli ola bilərdi nəticə. Düzdür, mən yenə də əl çəkməzdim, yenə də mən Tibb Universiteti Müalicə İşi Fakültəsi üçün yenə hazırlaşardım. Amma yəni həmin o 21 bal mənə 1 il qazandırdı, belə deyim. Daha sonra mənim yaxınlarım var idi ki, hazırlıq vaxtı yadıma gəlib bir nəfər hətta 470-lərdə idi balı. Bir ay sonra, yəni növbəti imtahanımızda 590 neçəsə bal yığmışdı və bilirsiniz bu nə deməkdir? Bu deməkdir ki, bu insan bu tempo ilə vaxtında oxumuş olsaydı, yəni indi 700 balı rahat yığardı. Çünki 120 bal bir aya artırmışdı və gör o onu haradan hara daşıdı. İndi 120 bal dedim, 20 bal dedim, 21 bal dedim, amma mən sizə bunu deyim ki, 1 bal üçün belə dəyər bu bir ay oxumağa, bu bir ayı ekstra eforla oxumağa. Çünki təsəvvürünüzə gətirin ki, indi mən daha çox belə deyim də, yüksək ballı ixtisasları misal göstərəcəm. Məsələn, Tibb Universiteti olsun, indiki tibb fakültəsi də belə deyək, hüquq olsun, kompüter mühəndisliyi olsun, qəbul balı yüksək olan universitetlər olsun ki, təsəvvürünüzə gətirin ki, universitetlərin hamısının bir keçid balı var. Yəni kimlərsə o keçid balını yığıb, o 1 balı yığıb, məsələn 609 bal deyirəm, düzdür? Məsəl üçün, kimlərsə 609 balla qəbul olublar, kimlərsə 608 balla qəbul olmayıblar. Yəni demək istədiyim odur ki, 1 balın belə çox böyük bir hökmü var və ona görə də bütün eforla hazırlaşmağa dəyər bu bir ayı. İkinci sual, imtahana hazırlaşarkən ilk nə etməliyik, nə etməliyik? Aha. İkinci imtahana hazırlaşanda ilk eləməniz gərəkən şey, mən nə olsaydım nə eləyərdim, indi də nə eləyirəm, onu deyəcəm. Mütləq şəkildə birinci qəbul imtahanında elədiyiniz səhvlərin hamısını bir-bir analiz eləməlisiniz. Yazmalısınız. Daha sonra, yazandan sonra bu səhvləri niyə elədiyinizə baxmalısınız. İndi mən açıqlayıram bu tam olaraq nə deməkdir. Məsələn, deyək ki, riyaziyyat yazmışsınız, törəmədən səhviniz var, trigonometriyadan səhviniz var, hər hansı bir həndəsənin deyək ki də, məsələn, üç bucaqlardan səhviniz var, məsələn. Daha sonra baxırsınız, bu səhvi niyə eləmişəm? İmtahanda diqqətsiz davrandığıma görəmi, yoxsa bilmədiyimə görəmi? Bilmədiyim də əslində qalsa burada nə mənada demək istəyirəm. Biri var ki, insan ümumiyyətlə heç məlumatı yoxdur. Bizim bu bir ayda məqsədimiz onları öyrənmək deyil. Çünki yəni bu günə qədər öyrənməmişiksə, bu bir ayda da çətin məsələdir. Bizim əsas məqsədimiz bilirsiniz hansı suallardır? 2 dənə, 3 dənə variant arasında qalıram. Çox zaman səhv işarə eləyirəm. Bax, bu suallar biz daha çox işləməliyik. Daha sonra nə edirsiniz? Səhvləri analiz elədiniz. Hansı mənim diqqətsizlik səhvim idi, hansı mənim bilgisizlik səhvim idi. Məsələn, indi siz özünüzə yekunda belə bir dəftər çıxartdınız, belə bir siyahı çıxartdınız. Məsələn, mən riyaziyyatdan trigonometriya mövzusunu yaxşı bilmirmişəm.
Çünki mən hazırlıq vaxtında bunlardan səhvlər eləyirdim. Qəbul imtahanına girməzdən əvvəl də sınaqlarda bu səhvlər eləyirdim. Getdim qəbulda da bu səhv elədim. Hazırlaşmağa başlayanda, təkrara başlayanda ilk o suallardan, ilk o mövzulardan başlayacaqsınız ki, vaxt itkisi olmasın. Çünki trigonometriyadan səhvi çıxan biri üçün ədədi silsiləni, həndəsi silsiləni, natural ədədləri təkrar eləmək. Eləcə də misal üçün deyək ki, nə bilim, genetikadan səhvi çıxan bir 4-cü qrup abituriyenti üçün gedib gül çiçəkləri, taxıl çiçəkləri təbii ki, təkrar eləmək vaxt itkisi olacaq. Əvvəlcə bu səhv elədiyiniz mövzuları təkrar edirsiniz. Daha sonra vaxtınızı düzgün bölüb ümumi təkrara qayıdırsınız. Ümumi təkrara qaydanda da yenə daha çox bu mövzulara üstünlük verirsiniz. Səhvləriniz çıxan mövzulara üstünlük verirsiniz. Çünki siz zaten düzgün yazdığınız mövzuları dəfələrlə təkrar eləsəniz də, yenə də bir şey dəyişməyəcək. Amma səhv elədiyiniz mövzularını təkrar eləsəniz, onların üstünə düşsəniz, o səhvlər düz olacaq və balınızı da həmin suallar qaldıracaq. Oxumağa hansı fənlərdən başlayaq? Çox bal verən, yaxşı bildiyimiz, yoxsa pis bildiyimiz, yəni sevmədiyimiz bir fən? Bu sualı niyə yazmışam? Əvvəla onu deyim. Çünki günü bugün mənim 25 yaşım var. Hələ də imtahanlara hazırlaşıram. Hələ də mən o səhvi eləyirəm. Hələ də yaxşı bilmədiyim və heç sevmədiyim bir fənni birinci başlayıram ki, bu aradan çıxsın, sonra o sevdiklərimlə davam eləyərəm. Amma inanın ki, bu insanın motivasiyasını yerlə bir eləyən bir şeydir. Məsələn, 4-cü qrupa hazırlaşan bir nəfəri götürək. Bloka hansı fənlərdən hazırlaşır? Kimyadan, fizikadan, biologiyadan. Məsələn, deyək ki, sizə fizika çətin gəlir. Fizikadan yarı yazmısınız da, məsələn, düzdürmü? Amma biologiyanı sevirsiniz və yaxud da kimyanı sevirsiniz. Məsləhət görərdim ki, hazırlaşmağa başlayanda ilk 2-3 gün həmin o kimyadan ya biologiyadan sevdiyiniz fəndən başlayasınız ki, sizi oxuma temposuna alışdırsın. O, necə deyim, yəni belə oxuma temposu dediyimdə, yəni, necə deyim, o hazırlaşdığınız 3 ildəki tempodan söhbət getmir əlbəttə ki, daha yoğun bir tempo ilə gündə nə qədər bacarırsınız, 9 saat, 10 saat. İndi mən sizə yalandan deməyəcəm ki, bu bir ay ərzində məsələn də sosiallığa da vaxt ayırın, özünüzə də vaxt ayırın. Bir aydan sonra nə qədər istəyirsiniz sosiallaşarsınız, nə qədər istəyirsiniz özünüzə vaxt ayırarsınız, nə qədər istəyirsiniz yatarsınız. Bu bir ay ərzində insanüstü bir potensial, insanüstü bir çaba sərf eləməlisiniz. Və bu çabanı sərf eləmək üçün də həqiqətən insana motivasiya lazımdır. Məsələn, mən bir il üçün bir hazırlaşan bir abituriyentə misal çəkəcək olsam, məsləhət verəcək olsam, ona deyirəm ki, sosiallığa da vaxt ayır, nə bilim, əlavə şeylərə də vaxt ayır, beynini dincəlt, nə falan filan deyirəm. Əsas sənin üçün önəmli olan disiplindir deyərəm, motivasiya önəmli deyil deyərəm. Amma bu bir aylıq dövr üçün motivasiya da ən azından disiplin qədər önəmlidir. Çünki sizin motivasiyadan düşüb oxumadığınız o bir gün sizin üçün, necə deyim, həlledici bir rola sahib olmuş ola bilər. Yəni ki, çünki bu bir gün oxumayanda istərsəniz o ikinci gün üçün də motivasiyadan düşürsünüz. Ona görə də ilk olaraq sizi motivasiyanızı artıracaq, sizi özünüzə inamınızı artıracaq fənlə başlayın. Daha sonra araya bilmədiyiniz, xoşunuz gəlməyən fənni salın. Çünki bu fənnə onsuz da axır əvvəl məruz qalmalısınız. Düşünün ki, artıq son bir aydır da. Yəni bu fizikadan canınızı qurtarır, bu biologiyadan canınızı qurtaracaq və yaxud da bu riyaziyyatdan canınızı qurtaracaq. Son bir ay, son dişinizi sıxın, son bir ayda bu fənnin üstünə çox düşün. Amma yenə də deyirəm, əvvəl yaxşı bildiyiniz və yaxud da sevdiyiniz fən, araya çətin bildiyiniz və yaxud da sevmədiyiniz fən, çətin bildiyiniz dərkən də yəni pis bildiyiniz, çətinlik çəkdiyiniz və yaxud da sevmədiyiniz fən, daha sonra isə 3-cü fən. Belə deyək. Bu şəkildə sonra nə qədər bacarırsınız, bu sxemdən təkrarınızı eləməlisiniz. Bunu da qeyd edə bilərəm ki, yəni 25-30 günlük əziyyət, sabah tezdən 6-da 7 oyanmaq, 0 telefon, 0 sosial şəbəkə, 9 saat, 10 saat dərs, yəni sizin 30-40 il rahat yaşam verə bilərsiniz. Ay, ona odaqlanmaq lazımdır. Yəni bu elə bir böyük bir motivasiyadır ki, sadəcə bu, yəni mən deyərdim 30 gün 15 saat da oxuya bilərlər. Məncə buna 15 dəyər. saat biraz insan üstüdür, Məncə amma buna yəni dəyər, amma dəyər. eləyənlər yox mu var? Növbəti sualımız sınav imtahanları işləməliyəmmi yoxsa nəzəriyyəyə fikir verməliyəm? Daha çox test yoxsa nəzəriyyə? Yəni bunlardan. Mənə elə gəlir ki, məncə sualların içində ən belə lazımlı sual buydu. Mən olsaydım və yaxud da mən nə etmişəm, sizə onu deyim. Yaxşı bildiyim fənlər var idi, yaxşı bildiyim mövzular var idi ki, onlardan test işləməmiş davam eləmişdim. O ki, qaldı sınağa.
Ümumiyyətlə mən qəti şəkildə bu bir ay ərzində sınaq işlənilməsinin tərəfdaşı deyiləm. Çünki siz zaten yəni bir neçə gün əvvəl sınaqların ən böyüyünə, yəni birinci qəbula girmisiniz. Yəni artıq vaxtı da bilirsiniz, nə bilim imtahanda necə stres çəkirsiniz, onu da bilirsiniz, hamısına aşinasınız. Yəni bu bir ay ərzində durub bu sınaqlara vaxt ayırsanız, yenə də bayaq dediyim mövzu, yaxşı bildiyiniz fənlərin testini işləyəndə vaxt itirəcəksiniz. Üstə gəl də ki, əgər ürəyiniz istəyən nəticə yenə olmasa, motivasiyadan düşəcəksiniz. Onsuz da ki, yəni bütün eforunuzu verib, bütün gücünüzü sərf edib oxuyursunuz. Nə olacaq olacaq. Durub bu imtahanlardan qabaq sınaq işləyib motivasiyanı düşürməyə dəyməz yəni. Məsələn, mən sizə yenə də öz təcrübəmi deyə bilərəm. Mən rezidenturanın birinci mərhələsində imtahan verəndə, indi bu tibb universitetindən sonraki mərhələləri belə deyək. Birinci mərhələ imtahan verəndə sınaqlarda həmişə 50 və daha yüksək ballar topluyordum. Bizə 40 bal lazımdı həmin imtahanda və mən imtahandan bir həftə əvvəl bir sınaq işlədim yanlışlıqla və həmin sınaqdan 41 bal aldım. Siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, mən o bir həftədə necə depressiyadaydım, necə motivasiyam düşmüşdü və deyirdim ki, zaten bu mənə bir bilgi də qatmadı. Kaş o bir sınağı işləməzdim, ən azından imtahana daha belə həvəslə girərdim. Bəlkə də nəticəm daha çox olardı. Düzdür, mənə lazım olan balı mən yenə yığdım. Amma əlbəttə ki, bu psixoloji, o bir həftənin psixologiyası çox çətin idi bunu idarə etmək. Ona görə də yəni məsləhət görmürəm sınaq işləməyi. Yaxşı bilmədiyiniz mövzuların testini əlbəttə ki, işləyin, çünki bizə lazımdır o mövzuları möhkəmləndirmək, yaxşı öyrənmək. 5-ci sualımız imtahanda həyəcandan bildiyim sualı səhv edirəm və mənim də əlavə edəcəyim burada bir şey var, onun üzərində də danışarsan. Məndə də bu çox olur, bəlkə çox insanda da. Çətin sualdır, amma yekunda səhvi soruşur. O qədər baş sındırırsan ki, tez tapdan kimi düzgün cavab tapırsan. Çox önəmlidir, A variantı tuzağa. Yəni, mən deyərdim, uşaqlar birbaşa axırda səhvdir, düzgündür. İşarələsinlər, qaralasınlar, dairəyə alsınlar ki, nəyi soruşur. Deməli, uzun sözün qısası, imtahanda diqqətsizlik səhvlərindən danışırıq. Yoldaşımın dediyindən də danışacağam. Əvvəla bunu qəbullanın ki, uşaqlar, imtahanda diqqətsizlik səhvləri olacaq. Yəni bu zaten bu diqqətsizlik səhvləri eləməyənlər 400 bal yığır, yəni maksimum balı yığır, 700 balı yığır. Siz bu dəqiqə gedin, istənilən tibb fakültəsindəki istənilən bir maksimum bal yığmamış bir nəfəri dayandırın, soruşun ki, qəbul imtahanında diqqətsizlik səhv eləmişdin, o deyəcək hə. Kimisi deyəcək 1 səhv, kimisi deyəcək 3 səhv, kimisi deyəcək 5 səhv. Məsələn, mən o qədər diqqətsizlik səhv eləmişdim. 7 üstə gəl 3, 11, 6 bölək 2, 4, yəni bu diqqətsizlik səhvi deyil, bu başqa leveldir. Amma mən yenə də tibb universitetinə qəbul oldum, yenə də oranı bitirdim. Yəni oxuduğum müddətdə də nə qədər imtahanlarda belə şeylər oldu. Rezidentura imtahanında da belə şeylər oldu. Yəni bu imtahanın doğasında olan bir şeydir, təbii olan bir şeydir. Hamıda olur bu. Bir nəfərdə, 2 nəfərdə olmur, hamıda olur. O ki qaldı yoldaşımın dediyi məsələyə. Bu da mənə elə gəlir çox önəmlidir. Hər imtahanda, necə deyim, bəlkə də bir sualların 10% bu şəkildə hazırlanır ki, imtahanda sualın kökündə sənə bir şey haqqında sənə direkt beyninə impuls gəlir ki, bu nəyi soruşur? Amma sonra yazır ki, deyil və yaxud da aid deyil. Direkt elə A variantına falan da qoyur o aid olanı. Sonra imtahandan çıxanda da dəl olursan ki, bəs burada olmuru soruşurdu və yaxud da ki, yəni inkarı soruşurdu da, belə deyək, aid olmayanı soruşurdu. Yəni mütləq şəkildə imtahanda, xüsusən də uzun suallarda, hansı ki sizin diqqətiniz dağılacaq, mütləq işarələyin. Həmin o ən sonda sual sizə nəyi soruşur, həmin hissəni mütləq işarələyin, mütləq. 6-cı sualım belə olacaq ki, bəs sən nə eləmişdin? Mən nə eləmişdim dostlar? Bax, mən həmən qayıdıram 2018-ci ilə həmin o yaya. Bəlkə bu kimlər üçünsə doğru olmayacaq. Mən hazırlıqlara getmirdim dostlar. Mən belə deyim, mən birinci qəbul imtahanı bitdi və mən başladım evdə oturub dərsimi oxumağa. Sadəcə birinci qəbul imtahanının cavabları çıxandan sonra getdim müəllimlərlə görüşdüm. Sonra onlara fikrimi dedim ki, mən belə bir şey eləmək istəyirəm. Zaten bilirdim ki, müəllimlər mənim yüksək nəticə göstərməyim üçün, yəni mənim istədiyim şeyi mənim üçün eləyəcəklər, belə deyək. Sadəcə fizika riyaziyyatdan axıra qədər getdim. Onun da səbəbi o idi ki, mən sadəcə 11-ci sinifdə bu fizika riyaziyyatdan hazırlığa getmişəm, yəni 1 il. Əslində qalsa fizikadan daha çox getmişəm, amma mən onu 1 il sayıram. Nəysə 1 il hazırlığa getdiyimə görə son günə qədər müəllimlərdən alacağım nələrsə var idi. Amma Azərbaycan dilidir, kimyadır, biologiyadır. Son 1 ay yarım belə deyək, getmədim hazırlıqlara. Məsələn, 3 gündən, 4 gündən bir gedirdim, sualımı verirdim. Və inanın ki, həmin avtobusda sərf elədiyiniz vaxt, avtobusdan düşürsünüz, gəlirsiniz evə, evdəki o yorğunçuluq. Yəni, inanın ki, həmin o vaxtları üst-üstə qoysaz, 3-4 gün eləyər. Görün nə deməkdir?
Yəni mən ona görə də otururdum qəşəng evdə. Onsuz da elə bir sualım da çıxmırdı. Uzun sözün qısası isə belə deyim ki, bu bir ayda belə deyim də 15 dəqiqə belə bir şeydən qazana bilirsinizsə, deməli siz müəyyən qədər irəlidəsiniz. Gedirsiniz hazırlığa, hazırlıqlar da indi məsələn 30 nəfərlikdir də, hansı ki bizim vaxtımızda da dəydi. Yəni bu vaxta xas bir şey deyil sadəcə. O 30 nəfərin hamısının sualları var. Kimisinin sualı asan mövzudan çıxır, kimisinin sualı çətin mövzudan çıxır. İçinizdə kimlərsə ola bilər ki, bu ona faydalı olacaq. Mütləq hazırlıqlara davam edəsin. Amma xüsusən yüksək bala oynayan abituriyentlərə demək istəyirəm ki, o suallara verilən cavablar yəni sizin sadəcə vaxtınızı aparacaq. Oturub həmin hazırda getdiyiniz vaxtda yenə həmin fənnin testini işləyin və gedəndə də müəllimə o sualı verin. Zaten indiyə qədər bəlkə 50 dəfə işləmisiniz, yəni elə çox sualınız da çıxas deyil. İndiyə qədər danışırdım bir abituriyentin gözündən. İndi isə sizə bir həkim olaraq bir-iki məsləhət verəcəm. Bu bir ay ərzində qidalanmağınıza, yuxu rejiminizə ekstra diqqət eləməlisiniz. Çalışın ağır yeməklər yeməyəsiniz. Səhərlər bir stəkan şirniyyatla çay içib hazırlığa getməyin. Oturun normal səhər yeməyinizi, yumurtanızı, nə bilim zeytununuzu, pendirinizi yeyin, qoy bədəninizə yağ da getsin, karbohidrat da getsin, zülal da getsin. Çünki öyrəndiyiniz bilgilərin beyninizdə qalması üçün zülala ehtiyacınız var, proteinlərə ehtiyacınız var. Və dərs oxuduğunuz vaxtı və axşam yatmazdan əvvəl ağır yeməklər yeməyin. Çünki bu sizin gecə vaxtı rahat belə deyim də bədəninizin dincəlməyinin qarşısını alacaq və yaxud da gündüz yediyiniz o ağır yeməklər sizin bir neçə saatlıq da olsa yuxunuzu gətirəcək, yəni rahat bir şəkildə dərs oxuya bilməyəcəksiniz. Sonda isə dostlar, video xoşunuza gəldisə, faydalı oldusa, kanalıma abunə olun. Bu kanalda həm abituriyentlərə, həm tələbələrə, xüsusən tibb tələbələrinə aid paylaşımlar olacaq. Yəni belə dostlar, gəlin görüşlərə qədər İnşallah videomu paylaşaram, növbəti videolarda çəkərəm. Sağ olun.